Gün bunları keçirəm. Sorted-dan. Remap. Okay. Görsən ekranım Ekranım görünür-mü? Yox. Ekranı açıram. Share edelim. Süper. Deməli, Səcid, bugün bizdə gəlsinlər olmalı. Open Vision Meetup. Burada bu mövzu collectionlar, düzdür? Collectionlar. Bunlar çoxdur, amma gözə qorxucu gəlməsin də. Biz nəyə keçmişik? Listlər. Array list, linked list. Bunları bildik, düzdür? Bir dənə yadımıza salaq, array list sadəcə olaraq nə edirdi? Hər şeyi qarışıq şəkildə özündə saxlayır. Amma sən search edib data indeksinə görə gətirəndə sürətli işləyir. Amma orada nəyisə silməyə və ya insert etməyə çalışanda daha ləng işləyir. Insert-ə və remove-a, yəni silməyə daha sürətli budur. Amma random dəyərləri istədiyin dəyəri gətirməyə də bu sürətlidir. Və bu datanı daha sıralı saxlayır. Yəni bir-birinə bağlı saxlayır. Çünki linked, yəni linked list bir-birinə bağlı hamısı. Sonra gəldik biz nələri keçdik? Setləri keçdik keçən dərs. Set nədir? Hash set, linked hash set. Bir də tree set. Setlərin listlərindən fərqi o idi ki, nə idi? Bir dənə dəyər bir dənə ola bilər içəridə. Unique-dir, ancaq unikal dəyərdir. Okay. Linked hash set bu unikal dəyərdir. Linked hash set eyni məntiqdədir. Yəni unikal dəyəri çəkmək istəyirsənsə, o optimallıq istəyirsənsə çəkəndə, burada necə ki array listdir, səndə də hash setdir. Amma yox indeksinə görə yox, remove edib ya da insert etmək istəyirsənsə linked hash set. Əslində görsən linked. Bunda da linked var, bunda da. Məntiqlər eynidir. Sadəcə bunların hərəsinin bir xüsusiyyəti var. Bu ancaq unikal dəyərləri içəridə saxlayır. Buna fərqi yoxdur. Buna da ki maplərini keçəcəyik. Bu key value prinsipindən işləyir. Okay? Key value, açar və dəyər. Bunları silək. Məndə burdadır hal-hazırda. Bu kompüterdə məndə görsən, məndə free trialdır. Amma öz Mac-imdə onu aktivləşdirmişəm. Burada biraz çox çalışıram crack eləməyim bu kompüterdə. Sonra biraz başım ağrımasın deyə. Okay, burada bax, silək bunu artıq. Sildim. Package məntiqinə gedəcəm. Mən yaradıram burada Maps. Maps klassını yaratdım. Okay. Və gəlirəm bura hal-hazırda. Məndə burada nələr var? Gələk bura. Birinci bizə nədir? Maplərdə hashmap var. Gələk birinci şəklinə baxaq, hashmap iməcə harada da lazımdır. Bu hashmap, okay. Birinci onun analogiyasını araşdıraq, daha sonra da girib məntiqinə baxarıq. Yazıram bura PSVM. Deyirəm map verirəm. String. New hashmap. Okay. Bir dənə yaratdım hashmap. Səncə bu dəqiqə nəyə görə qırmızı atır? Səncə? Bax, görəcəyik. Bu import model var. Bu da import edəsəm. Okay. Tamamdır. Importdakı bilirik də tam olaraq məntiqlə. Java.util.hashmap. Hashmapın içinə girirəm. Hashmap nə edir? Hardan gəlib implement edir? Mapdən. Yes. Gəlin şəklə baxaq. Hashmap hardan implement edir? Mapdən. Hashmap map. Gəlin bura necədir? Hashmap map. Eyni analogiyadır. Bundan başqa heç bir şey deyil. Okay. Burası aydın. Yes. Əslində o mövzunu daha dərin toxunacağam mən. Extend ilə implementin fərqi odur ki, extend odur ki, hashmap bir abstrakt klassdır. Yəni bir klass yəni bir dənə klassdan extend edə bilər. Amma bir neçəsini implement edə bilər. Bax, extend yazmışam bura, düzdür? Bura ikinci extendi yazsam, məsələn, yazamıram çünki bu ancaq read-only fayldır. İkinci extendi yazsam mənə deyir ki, yəni insan cəmi bir şey ola bilər də, atronim, mühəndis və s. Amma bir neçə sifətlər ola bilər. Həm qavyur, həm mühəndis işləyir, həm həkim işləyir. Amma onun ixtisası sənəti bir də olmalı. Bu həmin onun sahəsidir, bu da onun sifətləridir. Okay. Bu arada işləyir. Gəldim bura. Map'ə verdim. Birinci məntiqinə baxaq ki, məsələn bu necə işləyir. Bax stores key value pairs. Bu nə deməkdir? Key value ilə işləyir. Və bu keydir səndə.
Bu da value. Bizdə necə işləmişdik? Məsələn, list, string, elə yazaq. Listi import elədim. Bax, listdə necə işləyir? Ancaq bir dənə key var da. Add elədim, məsələn, atıram. 1, bitdi. Listin ancaq key var. Okay. Amma bunun isə həm key var, həm də value'si var. Okay. Axşamınız xeyir. Məhəmməd, indi başladıq. Sən yavaş-yavaş qoşulub çatacaqsın. Okay. Hə. Key value pair-lə işləyir. Source key value pairs. Bir də bu məntiqini də araşdıraq ki, bu bizim keyimiz olur, value'miz olur. Mən düşürəm aşağı, indi ona dəyər verəcəm birazdan. Deyir ki, keys are unique. Bu nə deməkdir? Bir evin qapısı var da. Mənim evin qapını açarı başqasının evin qapısını açarına gedə bilməz. Yəni key bir dənə olur. Mən deyim burada açar ki, bura var, bir dənə olur. O nəyə görədir? Məsələn, jurnalda ad siyahısı var. 1-dən 20-yə qədər. Bir təkrarlana bilməz. Amma adlar eyni ola bilər. Bir Səid, bir də 5-də Səid olur. 2 Səid var. Amma onların ID-ləri fərqlidir. Həmin sənin bu keyin sənin ID-in həmişə unika olacaq. Aydındır? Bunlar görsən ID-dir. Bunlar unika olur. Amma bu istənilən qədər təkrar ola bilər. Keys are unique mənası odur. Bir dənə dəyər veriyor ora. Map nöqtə put. Məsələn deyək ki, bura elə bunu verdiyini yazır. Key 1 value 1. Bu dəyəri verdim. Bir dənə düşürəm aşağı. Mən option map nöqtə get verim. Bu mən kömək eləməsini sevmirəm. Və key 1 verir. Burada hə, əslində ehtiyac yoxdur. Mən update eləmişəm ən son versiyaya. Avtomatik söndürməliyəm onu oradan. Map.put key 1 value 1 verəndə avtomatik bu nə iş gördü burada? Mənə dəstək olur. Mən nəyə görə çəkirəm datanı? Key'yə görə görsən. Buna görə çəkirəm. Məsələn, burada atıram. Deyək ki, indeks verək də 1. 1-də nə dəyəri varsa, gəlib həmin dəyəri gətirəcək. Yəni, value 1-i gətirəcək. Bu formatda. Bu harada istifadə olunur? Sən ID ilə dəyərlərə görə, databazında ID ilə işləyirsənsə, dəyərlərlə işləyirsənsə. Yes. Və orada... Yes. Hər rəqəm bir. 165-ci ID-də olan 165-i çağıranda bir avtomatik yazılması anında atıram bəyərdə. Eyni. Maşın nömrəsi kimi də. Məsələn, yes. Belə orada hər rayonda 5 dənə tutaq mənim yerim var. O rayonları tutaq bölmüşəm də. Birdən 30-a qədər birdə 30-a şeylər bir avtomatik çağırma kimi. Yes. Rayonları da sən nəyə tanıdırsan? Burada tanıdırıq biz. Bu da bizim rayonlardır. Okay. Bir belə verə bilərsən, get 1-2 və yaxud da ki, birbaşa map-i çağırarsan, option, debug'dan qoşdum sonra. Və yaxud da birbaşa sən map-i çağıra bilərsən. Sən map-i çağıranda baş verdi. 1 dir, value 1, 2, value 2. Okay. Map çağıranda sənin prosta option şey verdi, JSON formatda verildi. Yes. Mötərizələrin arasında verildi. Bəzəkli mötərizənin içində. Okay. İndi gəldim bura. Məhəmməd, sən qoşula bildin? Okey. Və Məhəmməd, bugünkü dərsimiz nədir? Maplərdir. Collectionlarda biz listi keçdik, seti keçdik. Bugün də map keçirik. Hashmap, linked hashmap, hashtable, tree map keçirik. Bunları. Bir də sort var. 5 dənəsini keçirik. Okay. Mən indi hashmap'i izah edirəm. Map'in prosta, map bildiyində koordinator, x, y koordinatorundan işləyir. Bu sənin x-indir, bu da sənin y-indir. Yəni, map'in məntiqi odur ki, sən koordinatorlarla işləyirsən. İkinci koordinatorda value 2 yerləşir və s. və s. Okay. Və burada sən məsələn atıram, value 1-i gətirməsi isənsə, map, yəni bu, nöqtə get nədə əldə etmək? Get eləyirsən, nə istəyirsən, ID-lərinə görə verirsən. Mən deyirəm 1-i istəyirəm. 1-in dəyəri nədir? 1-i yox, 1-in dəyərini gətirəcəksən. Yəni value 1-i. Run eləsən, mənə gətirəcək value 1. İndi təbii ki, 2 də versən, value 2-ni gətirəcək və s. Amma mən burada gəlib birbaşa map'in özünü versəm, bu avtomatik bir dənə sual verim. Map verəndə bu avtomatik getdi, loop elədi, gətirdi. Bu sizcə arxada for each işlətdi, yoxsa yox? İmini for each-dən söhbət gedir. Və buradan baxsaq, burada nəyə görə istifadə edilir? For each eləyəndə bizə datalar nə edir? Separate parçalayır da, bunu parçalayır. Vergül zada ehtiyac yox, tək-tək görür. For each məntiqi, əslində for each məntiqinə oxşar məntiq var, amma for each deyil arxadakı işləyən. Map'in sadəcə olaraq oxuması. Klasik oxuması. Okay. Və bu bizdə nə oldu hal-hazırda? Hashmap'in sadəcə girişi. İndi gələk.
tam olaraq məntiqi hissələrinə baxaq. Non-synchronized. Yəni synchronized nədir? Sıra dərs keçəcəm sizə 1-2 dərsdən sonra. Sıra dərsin collection'a bitəndə keçəcək ki, tam olaraq anlayasınız. Bu non-synchronized o deməkdir ki, məsələn atıram da, mənim dəyərlərim var, 5 dənə dəyərim var da. 5-i də eyni anda gəlir. Onlar bir-birini gözləmir. Sinxron deyil. 5-i də eyni anda içəri daxil olur. Kim girdi. Eyni anda ikisi daxil olsa mən birini görmüş oluram. Yəni itirə bilərəm datanı, okey? Ona görə bu non-synchronized-dir. Yəni thread safe deyil. Yəni sən bu thread safe olması demək ki, sənin dataların qarantide deyil ki, təhlükəsizdirlər. Yəni dataların təhlükələdilər. Çünki sən atıram burada 5 dənə gələn 5-i bir anda gəlsin, amma burada cəmi bir dənə giriş hissəsi varsa, 5-i birdən girsə, bu ikisi eyni anda girir, düzdür? Mən onun birini görəcəm, birini ignore edirəm. Amma bunlar hamısı öz aracılığında gəlir. Eyni anda girən dataların biri ignore olur həmişə. Çünki bu oyun məntiqli yazı demişdim. Məsələn, oyun dondusa, açan kimi sən o yerindən göstərmir. Lag olur, bir də gördün başqa yerdəsən. Yes. Ortada gedən data var, onu itirdi. Çünki onu da saxlasa, sən avtomatik oyunu itirmiş olursan, geri qalarsan. FPS düşəndə olur məsələn, o format. FPS ona görə oyunlarda thread safe qoşulur sizə yoxsa yox? Oyunlarda thread safe məntiqi var. Bütün datalar görməlisiniz yoxsa yox? Oyunda. Yes. İtki data ola bilər. İtkini də sən verməyə çalışsam, avtomatik gəlirsən məndən oyundan əslində 5 saniyə arxada olsun. Mən çatdıram hər şeyi verim. Okay. Sonra fastest O1 average for put get. Bu demək ki, fastest bu put get var. Məsələn data verirsən put get. Burada nə deməkdir bu fastest? O1 nə deməkdir? Yəni sən istəyirsən burada 2 dənə dəyərin olsun. Sən istəyirsən burada 200 dənə dəyərin olsun. Həmişə sən dəyəri put edib ya da get eləyəndə mən onu eyni sürətdə gətirəcəm. Yəni biri birə vuranda nə edir? 1 edir. Amma n olsaydı orada, n artıraq 1, 2, 3. Burada o n məntiqi olsaydı, bu demək olardı ki, o n olsaydı. Yəni sənin datalarının sayı artdıqca performans aşağı düşür. Yəni tərs mütənasibdir. Amma burada düz mütənasibdir. Datanın sayı artdıqca sənin sürətinin artmasına heç bir təsir yox. Sürətin həmişə konstant olaraq qalır. Okay. Bu nəyin fərqidir? Hashmap'in. Hashmap'in strukturudur. Bir də allows null keys and multiple null values. Bu deməkdir ki, sən bura gələrsən, map.put verərsən, null verərsən. Okay. Bir dənə bura atıram value 3 verərsən. Belə qoya bilərsən. Və yaxud da gələrsən, map verərsən, null, bura null verərsən. Bunun fərqi odur ki, istənilən qədər key olan hissəni null verə bilərsiniz. Amma bu hissənin null olma ehtimalı limitlidir. Atıram 5-dir, 10-dur, bir yerdə limitlənir. Okay, sən istənilən qədər bura null verə bilərsən, amma bura istənilən qədər null verə bilməzsən. Bir yerdən sonra sənin null pointer exception atacaq. Okay. Mən düşürəm aşağı. Biləm, bunu run edirəm, output-u görməyimiz üçün. Bax, null avtomatik işlədi, düzdür. 2-yə verdi value, amma buraların əslən çapa vermədi. Bax, null nə idi bizdə hal-hazırda? Bu dəyərin birini götürdü. 1 value 1, 2 value 2. Amma hal-hazırda bunu götürmədi 2-yə görə, okey. Çünki sən bu dəyərin 2-yin oldu. Yəni, bu ümumiyyətlə heç nədir burada hal-hazırda, mənası yoxdur. Amma bu götürmür o dəyəri, yes. Çünki 2 o demək ki, 2 deyə bir şey yoxdur. Bu sənə deyir ki, 2 yoxsa mən nəyə gətirim? Onu datan ignore atır. Nulla bilsin necə baxa bilərsiniz. Bu yaxud thread safe deyil. Eyni anda 2 data girirsə, biri avtomatik ID qazanır, o birisinin 2 null olur. Atpada düşür aşağı olur, dəyərsizləşir. Okay. Bunu bilməyə çox da vacib deyil. Order is not guaranteed. Yəni order garantiyası yoxdur. Yəni mən bunu hər dəfə run edəndə, burada cəmi 3 dənə data var. Burada 100 dənə data olsa hər dəfə run edəndə datanın yerləri dəyişə bilər. Yəni ümumi belə olacaq deyə bir garantiya yoxdur. Və yaxud da sən ümumi burada verdiyin kimi garantiya yoxdur. Məsələn mən value 1 vermişəm, burada gəlib 0 gəlib. Birini götürüb bunu çıxardıb ekrana. Okay. Bu hissəsi belə. Bir də burada bucket məntiqini izah edəcəm. Bucket əslində bildiyimiz səbətdir. Məsələn, səbət var 2-3 sorda zibil qabı. Eyni bucket məntiqidir. Sən dəyərləri verdikcə, dəyərlər məsələn referans olaraq gəlir. Hər bir dəyər gedib bir dənə bucketdə oturur. Bucket nədir? Sənin dəyərlərin saxlandığı yerdir. Məsələn, biz nə demişik? String harda yerləşir? String poolda yerləşir. Obyekt harda? Heapdə yerləşir. Sənin maplərinin də verdiyi bu referans dəyərlərinə hara gedir? Bucketin içində yerləşir. Bucketlər deyilir. Bucket 1 var, bucket 0 var, 2 var, 3 var. Null verdiyin hər dəyər avtomatik olaraq default olaraq hara gedir düşür? Bucket 0-ın içinə atılır. Null vermisənsə, bu gedir bucket 0-ın içinə atılır. Orada da qalır. Okay. Yəni bir dənə yadda saxlayın ki, bu dəyərlərin hamısı bir korzinada, yəni bir yeşiyin içində saxlanır.
Tamamilə texniki dildə, paketlərin içində. Burada qeyd olunub paket indeks. Hər paketin də indeksi var. Paket 0, paket 1, paket 2. Bir də if collision linked list. If collision nə deməkdir? Bayaq demişdim mən məsələn. Eyni anda bu datan içəri girir, bu datan 3 dənə datan girdi. Avtomatik nə collision yaranır, yəni qarşılıqlı data qarşılıqlı yaranır. Sənin işləmci olan datan saxlanır, işləmci olmayan datan hara gedir? Paket 0 atılır. Okay, yəni datan qərbicə gedir. İstifadə olunur. Hashmap'in bu misalını göstərdim. Bir də burada bir şey konkret olaraq beynimizdə oturduruq ki, bunları saxlayaq. Bax, sən map verirsənsə, map, burada string vermişik də, normalda map belə istifadə olunur, integer string. Çünki sən düşürsən aşağı, map verəndə dəyərinin indeksinin həmişə integer olur, amma sağ tərəfin artıq dəyər olur. Məsələn də, Səidin Bəyatlığı kimi, Şəmkir, bu olsun, 2 Qusar rayonu və s. dəyişir. Sən şimdi burada gəlib map.get eləsən, məsələn 1 versən, Şəmkir verəcək, 2 versən Qusar, bla 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 və s. dəyişə gedir. Okay. Bu hissəsi bu məntiqdir. Daha az yer tutmaq üçün də belə deyil. Bu formatı həm daha az yer tutmaq üçün, həm də yes. Çünki integer'ın yaddaş tutumu bundan daha azdır. Gəlin bir şeyə baxaq, məsələn. For loop for map in Java. Əslində bu dərs istəyirəm araşdırmanın hamısında sizdən bir yerdə edeyim. Nəysə axtaranda bir yeri tapaq, bir yer həll edək. Və for loop açdım sadəcə olaraq. Ki mən bu datanın for'un change hesab edərəm. Best practice idi, sanki həqiqətən də işləyik və sən heç bir şey olsun, quba açmaz. Nəsə atdım. İndi mən bu dataları nə etmək istəyirəm? Hamısını bu format var. Birini gətir. Bu format var. Map. Bu var. Hamısını gətir, amma JSON kimi. Yəni JSON deyil əslində bu sadəcə olaraq bu formatda gətir. Mötərizənin içində yığ. Array massivi kimi gətir. Bir də for loop var. Yes. For loop'un yazış sintaksinə baxaq. For loop'un necədir? Map var düzdür bizdə. Bax, böyük. Bizim burada for loop məntiqimizdə böyüyürmü? Yox. Hal-hazırda map entry verirəm. Entry'nin içində nə veririk sadəcə olaraq? String tiplərinin eynisini götürüb buraya yazırsın. Yəni string maplər olacaq. Bir də entry bu istənilən bir ad, yəni for each məntiqidir sadəcə olaraq. Amma gəlin bir dənə sadəsini yazım ki, onun üzərindən tutaq da tırmanım. Yaxud list yazmışdım, sildim onu. Okay. Okay. Səhv yazdım onu, array list olmalıdır. Okay. Və strings verdim, ad verirəm, bir dəfə Şəmkir, Qusar və s. Bunun biz for için necə yazırdıq? For, tipim nədir? String. Yazırdım sadə string, bir dənə random ad verirəm, random name, sağ tərəfi də emini bunu götürüb atırdım. Düzdürmü? Mən düşəndə aşağı random name'i sistemi altının içində versəm, avtomatik nə baş verir? Bütün dəyərlərimi almış olacam. Bu dəyərləri. Amma mötərizəsiz almış olacam, fikir verəcəksiniz. Baxın, run edirəm. Gördünüz, separate gəldi. Hamısı ayrı-ayrı, mötərizəsiz gəldi. İçini oxudu, verdi. Mən burada nə məntiq işlətdim? For each məntiq işlətdim burada. İndi bir də var. For məntiqini gördünüz. Bir də indi onu burada tətbiq edək. Bunun üçün tətbiq edək yəni. Burada nə edir? For verir. For. Mən hazır nəyin listini fırlatmağa çalışıram map'in. Deməli, bura nə yazıram? Map. Harada? Yox, mən burada açmışam, bağlamamışam. Amma silsəm düzələcək. Yazıram for map nöqtə entry. Entry demək, yəni daxil edə bütün dəyərləri. Tiplərim nədir mən burada? Integer və string. Bunu götürürsən sadəcə olaraq oradan. Atdım bura. Okay. Bir dənə deyirəm ki, random eyni məntiqi buraya yazıram. Map nöqtə. Bu sintaksisdir artıq. Map nöqtə. Map də hansı mapdir? Bu mapdir. Okay. Eynən burada baxın, stringsini buradan götürmüşdür. Burada da 2 nöqtədən sonraki map'i buradan götürürsünüz. Map nöqtə entry set olmalıdır. Yes. Sadəcə bir balaca sintaksi fərqidir. Başqa da heç nəyin fərqi deyil.
Üsyan. Okay. Və burada düşürsünüz aşağıda artıq get key versəz, keylərin hamısını gətirəcək. England, Germany, Norway. Value'ları da versəz London, Berlin, Oslo gətirəcək. Mən düşürəm bura. Deyirəm ki, sistema out. Getməli. Yes. Desək, hamısını Şəmkir Qusarlıqlar açmaq. Eynən. Get value verək. Mən çıxıram. Bax, hər şey bağlamışam bunu. Burada bağlayıram. Sıralama dərsini edirdiniz, bizim vaxtımızda. Necə? Getləri sıralama dərsini edirdiniz. Yox, get value-nu görürəm ki, mənim bu keydir 1 2 3 4. Okay. Bu da value-lardır, sağ tərəf. Sol həmişə açardır, sağ tərəfi dəyərin özüdür. Mən dedim value ancaq dəyərləri gətir. Run eləsəm, ancaq rayon adlarını gətirəcək. Gördünüz, Şəmkir, Qusar, Qubaq açmaz. Bunları niyə gətirir? Çünki bunları mən burada hardasa açıq qoymuşam. Deyə burada. Burada açıq qoymuşam. Bunu bağlayıram, təzədən rayon edirəm. Və Şəmkir, Qusar, Qubaq açmaz. Okay. Yəni bunların hamısını gətirdi. Amma indi mən bura get value yox, get key yazsam, onda ki 1 2 3 4-ü gətirəcək. Çünki bu Bir dənə sayt yazmışlar, orada atıram birdən onlara görə olan maşın seriyalarıdır. Ona belə gəldi. Biz orada məsəl üçün seçim veririk ki, müştəri birdən ona qədər olan rayonları görə bilsin. yes. Arkada artıq birdən ona qədər müştəri seçsə, biz ona göstərmək üçün, yəni value, get value verməliyik ki, Yes. müştəri bunu seçəndə bunu olsun. Amma o effektin içində olur da. Müştəri bunu seçərsə bu olsun. Necə ki, məsələn tutmadım. Necə müştəri bunu seçərsə? Bu ağzına göstərir. Tutaq ki, birdən ona qədər olanları bizə göstərir. Amma birdən ona qədər seçmir. Birdən 11-ə görə seçir. Okay. 11 olanda dəyişir. O for insan hər dəfə dəyişir. Orada şeydir. Pagination var. Pagination. Bu başqa məntiqdir. Yes, o pagination məntiqdir. Məsələn sən şey deyirsən, məsələn patronda. Yəni bu kodu necə daha dinamikləşdirmək olur? Mən dediyim olur. Bu yeri mən sizə deyim. Bax, bunu belə aşağı elədim. Bax görsən təzədən yüklədi. Bax aşağı bir dənə bax. Görün təzədən yüklədi. Bax, görün dayanır amma yüklədi. Hə? Hamısı açıqdır bazı. Hə, indi açdım. Bax aşağı gedəndə fikrin load gedir. Görürsüz load gedir açır. Bu pagination. Pagination nəyə lazımdır? Bu dəqiqə Bura qədər deyil, bundan sonra istəsən. Çünki istəməsən səhifəni açan kimi mənə bütün turbazı versə, mən gərək səhifə açanda əvvəl Avertelin vaxtları var idi, kartla internet. Onun kimi gözləyim, o şəkilləri bir-bir piksel açsın. Amma indi məsələn gedirəm lazım olursa, bunu yüklük görsən, bu məndə artıq keşdə saxlayır. Amma yeni səhifəyə gedəndə bax, hop təzədən yükləyəcək. Bax, görün yüklədi. Sən dedin pagination. Amma bu məntiqə harda istifadə olunur deyim. Bax məsələn testlər yazıları, tələbələrə test hazırlayırsan. A, B, C, D, Y. A variantında nədir? Belə deyirlər onda. Gördün? Burada nə verirsən? Bu yox, bunun tipi nədir? Yes. Şey. Bu integerə düzəldirsən, xarakter edirsən. Bu sənin nəyin oldu? Test məntiqin oldu. Sən artıq tələbəyə bunu option çıxardanda, get value key ilə çıxardanda tələbə görür A Şəmkir, B Qusar, bu. Okay. Yəni bu əslində bu məntiq ən çox testlərdə istifadə oluna bilər və testə oxşar məntiqlərdə istifadə oluna bilər. Yəni sən əgər datanı bir müştəriyə verəndə onun ID-sini müştəri məcbursa görməyə, çünki müştəri AB-ni görməsə, ancaq cavabı görsə, hardan bizim bunu seçmək üçün nəyə basmalıdır? O məntiqlisin. Yəni bir növ meçləşdiririk də. Yes. Soru. Verin. Özdən Buyur. Məktəb maraqlandırır, düz söhbətdir. Hansı? Bir məqsədə. 1% çıxması? Faiz. Yes. Yemirsin. Hə, çıxacaq. Sən Yes, o kapital kapital faiz tutmuram ya. Başqa biliyordu. Avropanın faiz tutmuyor. Niye? Nə məqsədə? Onun müştəri qəsədə olur. yəni kapital şeydir də axı məsələn. Yeganə banklardan faiz tutmaya yeganə banklardan idi də, yəni İstənilən qədər. bir manat faiz. Öz Bu şartdan yox. 1 manat faiz yoxdur. Xarici kartlar. Faiz şartını real bank tutur. O da qədər tam bilmirəm. Amma 27-sinə etibarən təsdiq olmalıdır artıq. Deyirsən kartdan pul çıxarında onun faiz tutacaq. Yes, adi bankomatdan çıxarış eləmirsən. Onda 1 manat komissiya. Bu müştəri qarşısında sonuçta kütləsi var. 1%-dədir. Mən bilirsiniz. Rekord keçdi ya rahat. Yəni düz söhbət, nə olacaq? O artıq xəbərlərdə təsdiq olunub. Olur. Xəbərlərdə paylaşıblar. Okay. Mən nəyi izah elədim indi? Hashmap. Hashmapın içində biraz eşələndik, düzdür. Və biz nə öyrəndik?
Biz bunu öyrəndik. Biz ümumiyyətlə bu məntiqini öyrəndik. Biz bunu həqiqətən də indi bir dənə mən sizə sual verirəm, oradan gedək. Hashmap sinxronizdir yoxsa deyil? Sinxroniz birinci anlayaq. Sinxroniz odur ki, sinxron ardıcıl. Sinxroniz olmayan o demək ki, qarışıq. Nasıl olsun? Deyil. Yox, non-sinxroniz daha dedik. Bu indi keçdiyimiz ardıcıl deyil. Deyil. Və biz vurğuladaq burada non-thread safe. Non-thread safe. Non-synchronized. Yəni Bunu hardan bilə bilərik? Hə? Yoxdur. Bunu hardan görə bilərik? Real. onu biz səninlə məsələn baxa bilərik. Bax biz məsələn əvvəllər o birisi kursda olanda tələbələrin nə etdik? Mən təxmini 1000-ə yaxın data çıxartdım. 1000-ə yaxın. Ki 1000 dənə put elədim yazı içinə. Və sonra rana bastım. Onu eləməyimiz üçün bizə nə lazımdır? Thread lazımdır. Və bizdə thread mövzusu keçəcəmizsə, onda mən yes. Mən bu mövzunu sizə keçəndə bu runnable interface-dir. Bu interface-dir. Bu mövzunu sizə keçəndə burada izah edəcəm ki, mən bunu açacağam. Bütün bu məntiqi dolduracağam bunun içinə. Və run-ı basacağam. Görəcəksiniz ki, ID məsələn 100-ə qədərdir. Amma run indi görürsünüz ki, orada atıram 89 dənə var. 11 dənəsi yoxdur. 11 dənəsi niyə görə yoxdur? Çünki həmin 11 dənəsi başqa bir içəridə olan datanı eyni anda giriblər. Və thread birini götürür. Amma threadin içində bu söz var. Bunu görürsünüz sinxronized. Sən bunu yazanda artıq məcbur edirsən ki, koda nə baş verirsən, kod girsin Q-yə, sıraya girsin, sırayla gəlsin. Bir də bu məntiq olacaq threadlərdə. Thread nöqtə. Mən yuxarıdakı thread yazıram. Onu burada yazmayacaq da. Onu heç import da eləməmişəm. Məsələn, thread nöqtə sleep. Görsən, yatızdırırsan kodu. Atıram long milli verirsən, 1000 milli, yəni burada 1 saniyədir. 1 saniyə kod burada yatdı. 10 saniyə. Yox, ki kod gedir, işləyir. Bir dənə yerdən şübhələnirsən ki, orada itki yüklənmə var. İmin ora 1 saniyə qoyursan ki, orada bütün datalar yüklənsin ki, sonra birdən təzədən aşağısına düşsün. Ki vaxt verirsən dataya ki, tam emal olunsun. Təzədən buraxırsan datanı. Özür istəyirəm. Bərabər zamanlı olur. Yes. Bərabər zamanlı olur. Eş zamanlı. Eş zaman yaradırsan sürün şəkildə ki, bir yerə toplansınlar. İndi sən dediyin şeyi isə mütləq sirə dərsində yadıma salaq göstərəcəm. 1000-ə yaxın data buraxacam bura, forun içində. Öz-özünü artsın. Amma görəcək ki, 1000 dənə datanın təxmini bir 20 dənəsi, 15 dənəsi yoxdur. Yes. O da nə deməkdir? Thread safe deyil. Məsələn, datan itə bilər. Bu. Okay. Burada indi bu gördüklərimiz arasında, bunlar arasında. Bir də bunlar arasında kimin nə sual var? O ikisi arasında. Bir verəndə bu dəqiqə niyə məndə sarı işıq yanır hazırda? Bax, adi göstərir özü, nəyə görə? Çünki bir verəndə bir integerdir, biz tələb edirik. Adi xəta, düz deyirsən. Xəta nə deyir? Deyir, character string may not contain keys of type integer. Deyir, integer tipində bir dəyəri yoxdur içəridə, amma sən integersən. Yaxşı, belə eləsəm nə baş verər sizcə? Belə eləsəm. Belə eləsə, exception olacaq. Nə exception olaraq sizcə? Niyə null verdi? Çünki bir yoxdur. Bu bir obyekt düzdür, yes. Şey eləməliyik, orada parse eləməliyik. Parse. Yo, parse edə bilərsən. Əslində burada gəlib sən verirsən ki, integer nöqtə parse int eləsən, stringə çevirir. Ya da ki, parse karakteri çevirən yoxdur, ancaq stringə çevirən var. Necə 1-2-3 ABC kimi qəbul edən bir şey. Cavabı məsəl üçün F-i böyük hərfinə qəbul edirdik. D-ni böyük hərfinə qəbul edirdik. Okay. O tip şeylər. Məsəl üçün 5-ə qədər 1-2-3-4-5-i ABC, D-E kimi qəbul edə bilərik. Qəbul edə bilər deyəndə ki, o Java simvolik ifadə onu görə. Yes, Java-da bir sən nə məntiqi var? Dən yadıma salam. Java-da bəzi rəqəmlər, bəzi simvol hərfləri gətirib çıxardır. Adi kalkulyatorda məsələn böyük rəqəm yazanda görürsən ki, rəqəm itdi, hərflər gəldi. 1000, F, E falan gəldi, elə şeylər gəldi. Yes. Bir də cədvəl yadıma salım bir dəqiqə. Number schedule in Java. Bir dəqiqə. Onun adı var idi, adını yadıma salmağa çalışıram. What is the name of the schedule in Java? Then we look to
Symbols matches. Ben bunu niye burada yazıram? Cidden yani. Select now. Cədvəl ingilisində necə gedir? İngilisində. Unuttum. Table. Çerçevesini çıkmıyor. Yo, table. Ne de bizim de yok. Onun 3 tane var. Current expressions. Ha, bir ASCII table. Bunu deyəlim. Sənin dediyin məntiq burada var. Bu ASCII table'dır bu Java'da. Java'da kodların qarşılığıdır. Yəni, bir dənə normal görünüşlü bir açılsa, oradan baxaq. Görək bu necə göstərir. Open image new tab. Belə. Okey, göründüyü qədər tamam. Məsələn, Java'da sıfırın qarşılığı nulldur. Okey. Bu var, bu. Null sözü. Null. Bunun qarşılığı sıfırdır Java'da. Adi bunu siz nə vaxt görəcəksiniz? Spring'e girəndə görərsiniz ki, Java nullu qaytarıram. Amma outputda sıfır göstərirəm. Yəni, bir-birini məşq olub ki, məsələn, K-ın qarşılığı 107-dir, ID olaraq. Və ya 92-nin qarşılığı bu slash-dir. 93-ün qarşılığı bu transkript mütərizəsidir. Bunların yadında saxlayan biri var mı? Bilmirəm, amma o qədər. Developer var, bunları bilsin. Və bunlar bilməyinizə əhəmiyyət daşıyır. Mən bir developerin bilməyini heç inanmıram. Əhəmiyyət daşımır, təbii ki, daşımır. Bizdə developerlar var. Nəsə, Java'nın öz developerları falan var. Ya o belə bilmir. Ya bir sən əgər bilmir, məncə bilmir. Məntiqən baxsaq, bu AutoCAD var, düzü layihə. Portfolio edən bir şey var da. AutoCAD nə edir? Məsələn, bu gün bir layihə işlədi. Pilləkən düzəltdi, şkaf. Mən əvvəl AutoCAD-la işləyirdim də. Məsələn, şkaf düzəltdi. Onu gələn dəfə təzədən lazım oldu bir də düzəltməyəsən, şkafı portfolioya yığırsan hər şeyi. Sən ruçka lazım olur. Ruçkanı oradan götür, at şkafın üstə. Okay. Bu da eyni məntiq. Əslində bir developer götürür məsələn bunu, bax screen eləyir. Götürür, saxlayır. Atır məsələn Notion. Notion'da hər bir bölməsi var özünün. Məsələn burada açır. Mənim indi iş Notion bölməmdə açmışam böyük seksiyalar. Saxlayıram ora məsələn capital data. Məsələn burada yazmışam da capital. Görsən burada hamısını yığmışam. Notion documents. Hamısını atıram onun içinə. Mənim fayllar da lazım olan şeylər. Yes, databaza kimi saxlayıram özümdə. Səhərsi gün birdən mənə lazım olsa, girib Google-a bilirəm ki, orada mən onu save eləmişəm. Amma onu burada saxlamaq şəxsən məntiqsizdir. Yəni sən müsahibəyə girsən, boş bir şey təbii ki. Yəni boş bir şey olmasaydı, inan ki, ChatGPT-nin yerində deyərdilər ki, hər şey əzbərlə, yəni sən AI-nin necə. Yəni məntiqlə baxanda. Amma elə developer ola bilər ki, cidden deyirəm, yəni oturur manyak kimi, onu nə bilmək, 45-ə qədər oturub əzbər bilərdi yəni. Amma bizdə işte məsələn seniorların yaxın ünsiyyətim olan heç bir developer, yəni gecə nə danışdım. Salamlar. Okay. Yəni bu belə. Okay. İndi keçirəm hashtable-a. Okay, hashmap'i göstərdik. Amma hashtable'ın məntiqi odur ki, hashtable ümumiyyətlə maplər arasında map collection içində ən köhnə olandır. İlk dəfə yaranlardan biridir bu. Hashtable. Bu adi hansı rəngdədir? Göy rəngdədir. Düzdür. Aşağıda göy rənglərinə ver legacy class. Yəni ən köhnə klasslardan da hashtable. Okay. İndi gəldim bura. Hashtable məntiqi nədir? Sadəcə table məntiqi nə işləyir? Burada amma bir dənə fərqi nədir? Siz oxuyun. Synchronized. Thread saved. Data içəri girən nə edir? Datanı ciddən bir-bir buraxır. Yəni sən bu məntiq, o məntiqli, sən bir səhərsi gün oyun sistemində hashtable işlədə bilməzsən. Çünki sənin data emalın çox kritikdir burada. Synchronized. Yaxşı, oyunda hashtable işlədə bilərsən. İşlətsən nə baş verəcək? FPS öldürəcəksən. Daha doğrusu FPS öləndə datanı itirməyəcəksən. Yəni bütün FPS öldü. Tık. Belə işləyəcək. Hər şeyi göstərməyə çalışır. O bəzi məsələn ilişkilərdə insanlar olur, detallıcı insanlar. Yorulur da. Yəni sən getmirsən qabaq bu hələ burada ilişib. Bu hashtable əslində synchronized məntiq olur. Çox detallıdır. Hər detalı verir. Bir burada qeyd edib bax hətta slower-dan hashmap. Yes. Çünki hər şeyi diqqətlə emal edir. Does not allow null keys or null values. Nə deyir? Null dəyərləri qəbul edəmir. Gəl yoxlayaq. İndi bir dənə sadə məntiq. Bir oyun sistemi, oyundan tutmuşam, oyuna gedəcəm. Oyun sistemində sən hashmapdə null verə bilərsən və həmin datanı skip eləyərsən. Amma sən bir müştəri datasından işləyirsən. Müştərinin bir datasını ignore edə bilərsən ki, okay, bu müştəri olmasın.
eləyəməsən də düzdür. Sən kapital bir bank biznes işlədirsən göy. Sən developersan. Sən heç bir müştəri datasını skip eləyəməzsən. Yəni nə qədər ki 100 dənə developer önəmlidirsə, 100 dənə işçi önəmlidirsə, 101-ci market sahibi də önəmlidir də. Yəni o da özlüyündə bir sektoru var, biznesi var. Yəni sən müştəri datasını heç vaxt nulla ignore eləyəməzsən. Ona görə bunun müştəri datasından istifadə olunur hashtable'lar. Çünki sinxronizdir. Heç bir data itkiyə getmir. Yəni müştəri datasını itkiyə vermək olmaz. Ona görə bu nə baş verir burada? Bir null dəyərlər qəbul eləmir. Mütləq o dəyər olmalıdır orada. İndi yəni onu yazın. Yəni dəyərsiz ki, dəyərsiz bunlar Eləmir. Avtomatik exception alır. Null pointer exception verməlidir. Tam sintaksız yaratım şey fərqi yox da deyil. Devonun sintaksları fərqi. Yox, bunlar bütün sağlar fikrin eyni. Var, eyni. Olar. Aha. Aleyküm. O şeye baxdı, exception Null verdi. Ha, exception verdi. Yeah, null verdi. Okey. Səid, sən dediyin dəqiqə. Ha, bunu deyirdin də Səid sən. Bir verəndə. Yes, bir verəndə. Biri harda verdik biz? Belə 30'da. Burada verdik, hə? Okey. Bunu açaq. Bunu da açaq. Mən get 1 versəm, yox da axı 1. Avtomatik mənə baş verəcək. Nə olar? Ona baxdıqda o şey Yes. qarşılanır. Null. Okey. Bunda comment, bunda comment. İndi düşürəm aşağı. Hashtag-ı açıram. Yəni təbii ki, burada dəyər atacağam bura. Dəyərləri verdim. Düşürəm aşağı. Bir dənə də bura nə verəcəm? Null ki isə qəbul edilmez. Yes, credential but does not allow null keys or null values. İndi yoxlayaq. Görə həqiqətən də xəta alıram mı, yoxsa almıram. Çünki alma ehtimalı ola bilər. Çünki legacy class-dan aldım. Null pointer exception. Okey. Mən bura 5 verirəm. Görüm həqiqətən də bu. Mən bunu da hazır test edib. Deyir does not allow null key or null values. Yes. Deyir key is null. Real üstündə öz deyir. Deyir cannot invoke object hash code because key is null. Okey. Yəni key nədir bu? Yaxşı, bunu saxlasam. Bla bla bla. Bunu versəm. İndi deyəcəyimi görsən, bəli. Null pointer exception. Deməli, burada nə baş verir? Və indi sizə bir dənə sual. Exception handling yazırsanız bilərsiniz. Exception handling. Özünüz keçin, sənə mesaj verirdiniz. Bunu da bu kodda nə görür? Bunu da vaxtsa bir developerlar yazır da. Yazıb kitabxanaya çıxardır, indi biz işlədirik. Deməli, burada sağ tərəfi mesaj olaraq nəzərə almır. Null pointer exception store eləyir. Amma sol tərəfdə exception atıb, amma exception atanda içində mesaj yazır, mətin yazır ki, və 2-0 ola bilməz. Daha doğrusu null ola bilməz. Okay. Yəni arxa fonu istəyirəm. Burada mənə qayda mesaj yazır. Validate, onda bir developer nə varsa exception handling nəzərə alıb bizə qaytarır. Okay. Yəni bir dənə də şey deyim ki, başqa developer mən JetBrains-dən IntelliJ yüklədim. Mən müştəri sayılırım. Bizə deyir müştəriyəm, oxan arxa mesaj gəlir. Bu dəqiqə mən müştəriyəm. Orada tamam qarşı qaytarsaydı, xətanın olduğunu deməsəydi, mən müştəri olaraq başa düşməyəcəkdim. Amma bundan əvvəlki developer da mənim müştəri gözündən nəzərə alıb ki, IntelliJ-in nə varsa bir müştərisi olacaq, onu yükləyəcək. Mən o müştəriyə xəta eləyəndə bir mesaj qaytardım ki, müştəri gedib kodunda onu axtarıb tapa bilsin. Gördünüz, mən də əslində dəqiq JetBrains-in nəyiyəm, müştərisiyəm. Okay. Okay. Bunun məhv olduğunu bildik. Yəni bunun üstünlüyü nədir? Sinxronizdir. Yavaşdır çünki təbii ki, sinxroniz olduğuna görə yavaşdır. Bu bəxtli deyil, 1000 dənə şey versək. Hamısını verəcək. Hamısını. 1000 dənə versək, hamısını Bir hamısını verəcəksən. Elə bir ehtimal yox ki, sən verməsin. Bizdə sadəcə belə deyil, sürət, daha az sürətli işləyir. Bu daha az sürətli işləyir. İndi burada, məsələn, bir dənə, sorry. Əslində ona bottleneck deyirlər Java-da. Bu bizdə bu kağızıdır. Bottleneck. Düzdür. Burada datalar gəlir. Sinxronizdə belə işləyir. Datalar qarışıq hər yerdən gələ bilər. Amma bu sıraya düşəndə datalar nə edir? Belə buraxır içəri, bir-bir buraxır. Datanı sıraya gələ bilər. Amma non-synchronized datalar belə gəlir içəri. Rast gəldi.
rastlayış. Yes. Eyni millisaniyədə içəri girən datalar var. Məsələn, bununla bu hansını ehtimalını götürdüsə, bunu götürürsə bu avtomatik nə baş verir? Bunu avtomatik ignore edir. Və sən avtomatik mən gördüm ki, bu içəri 1, 2, 3, 4, 5, 6, 8 data girir. Amma Ryan'da görürsən ki, 7'si var. Çünki bununla bu eyni sayıdır. Bu onu götürüb, bunu götürür. Okay. Non-synchronize məntiqəsində belə işləyir. Bu farkında işləyir. Bir. Fərqli belə olsa, yəni yenə ignore edir. Bizə fərqli. Məsəl üçün, fərqli bir şey olsa da, yəni deyək ki, biri 5'dir, biri 4'dir. Ödəxsi yoxdur. Eyni sayı girirsə bir ignore. Hə, eyni olsa da, yəni. Orada data önəmi yoxdur. Orada giriş yəni var. Məsələn, fərqli yoxdur. Ağ olması girdi, qara girdi. Əgər eyni sayıda girdilərsə, bu dişmə birini götürür. Götürür ya bunu ya bunu. Tamam. Əslində belə eləmək izah edir. Yəni sən onu tanısan yaxşı başa düşərsən. Bir oyun oynayan olaraq. Bu oyunda məsəl oynayırsan, birdən FPS düşü dondu, düzdür? Sən burada ilişkin qaldın. 10 saniyədən sonra aşağıda gördük sən də buradasan. Düzdür? İndi sən orada safety yoxsa deyil. Bu oynayırsan, burada dondu. 5 saniyə dondu, aşağıda gördük sən buradasan. Bu hissəni sən görmədin. Online oyundasan sənə vurulur var. Yes. Bu hissəni görmədin. Yes. Bu hissəni sən görmürsənsə, ignore edəcəksən. Səncə bu thread safe-dir yoxsa yox? Bu thread safe deyil, bu thread safe deyil. Səncə oyunda bu məntiq istifadə olundu yoxsa bu məntiq? Məncə birinci. Bu niyə var? Çünki data etikiyə getdi. Burada eyni anda nəsə baş verdi. Onu görmədim. Yes. Bəs səni göstərməyə çalışsaydı, sənin rəqiblərin buradadır, sən onsuz donmursan. Sən donun açıldığı rəqiblər qırışıqda səni buradan yavaş-yavaş başlayırsan davam etməyə. Okay, səni dejavu yaşayırsan. Burada fırlanırsan. Bura çatanda bura çatmış olur. Deməli, bu prinsipi qoya dəmir də. Ona görə burada nə edirlər? Non-synchronize verirlər. Necə gəlsin, çıxıb data etməsin. Runtime deyirlər, runtime göstərsinlər. Bəs sağdakı olaraq soldakından niyə istifadə edəsinlər? Niyə data etməsinlər ki? Hansı bir кейsdə data itirməyə kimsə göz qalanı var? Dilində yəni oyun kesin. Sən oyun kesin. Sırf oyuna aiddir yəni bu. Yox, əslində fikirləşdirmirsən nələrə aiddir. Bir oyuna aiddir, bir. İkinci bolt proqramına aiddir, iki. Bolt proqramı taksə gəlir. Düzdür. Kvadrat gəlməsin deyə daha dinamik dönsün deyə. Yes, o daha dinamik dönməsi üçün gəlib şeyə çıxır, Kafka'ya çıxır, streamlərə çıxır. Yəni, bir saniyədən bir request gedir. Daha doğrusu 1 millisaniyə bir. Sən o maşını belə yox, belə görürsən. Çünki Eyni anda gələn dataları yığışdır deyim, normal. Əlavələri yığışdırır və Naduskaya icazə vermir də, yəni sən rahat görməsən. Yes. Yəni, Seyçən sual təkrar verir, nə deyək? Sağdakı kimi bir Olur. variantımız varsa ki, datanı heç var itirməyək. Solda datanı itirə biləcəyimiz bir İndi bir dənə sual verir. кейsi niyə istifadə edirik? Sual verir. Bəs sən sifariş verdin, maşında bol gəlir. Sən interneti söndür, deyək. Hadisə, network xətası var, sən buradasan. Exception alır. Sən buradasan. Network xətası getdi, sənin internetin telefonda işləmədi. Sənin internetin açıldı, amma sənin internetin işləməyəni bu eləmədə ki, bolda şof edə dayan, sənin gözlük internetin gəlsin. Bu sürür. Bu bura çatanda sənin internetin açıq işlədi. Səncə sən bunu elə buradan görməyə daha məntiqli olur, yoxsa təzədən harada internetin dolmuşsa oradan? Bu kimi hallarda mən özüm bolt işlədəndə məsələn, bir də görürüm ki, daha sürətli risk biri gəlməyə başladı. Çünki bir anda donur, o tərəfdə donur. O sənin siqnal atmır. Və ya ortada connection problemi var. Birdən connection gələndə fikir versən, belə bir şeydir, 700-dən gəlir, samoyot kimi gəlir, şur. Əslində samoyot kimi gəlmir, sadəcə bir yeri donmuşdu. Don açıdan sonra həmin o kompensasiya məhsul. Bacardığı qədər non-sinxron olaraq mən onu göstərmişə belə deyil. Yəni Bu proqramda o hər nöqtəni görmürəm, o belə deyil. Bəzi nöqtələrini görürəm, itirdiyi nöqtələr olur. Bunlar non-sinxronsa. Onlar artıq sənə budu var. Artıq edir, götürdü o sildi. Ama data yönlü bir şeylə işləyirsə, bizə data vacibdirsə 100% sinxron olmalıdır. 100% sinxron olmalıdır, 100%. Çünki sən adi, məsələn, bayaq bankdan danışırdıq. Sən bankda işlə, hansısa bir dənə cidden olaraq müştərinin datasını skip elə, səhərsi gün müştəriyə boğazına yapışır ki, sən 100 dənə adam arasında bir dənə musiqi var, yəni niyə mən 100 dənə adam etdi, niyə məni istəyirsən? Çünki hər kəsin biznesi özünə dəyərlidir, yəni heç kim skip edilməz. Okey. Bunun məntiqi fərq olaraq bilən nə oldu? Thread safety və sadəcə olaraq null dəyərlər qəbul edilmir. Daha sensitive mapdir bu, hash table. Hansı ki, buradadır. Bu, hash table. Amma ən köhnə klass olduğu üçün bunlar arasında legacy klassdır.
Hashtable, vektor bir də stack. Bunların üçü də legacy klassları, köhnə klassları. Okay. Bir də bayaq yoldaşlara göstərmişdim, onu da sizə göstərim. Yəni məsələn mən hashtable-ın içinə girirəm. Burada nə baş verir? Hashtable nə edir? Buradan implement edir mapdən. Gəlim hashtable-a. Klassın içinə daxil olmağa çalışaq hashtable. Hashtable klassı. Hashtable. Implement edir hardan? Mapdən. İndi bir dənə sual verin. Bir klass bir neçə yerdən extend edə bilər, yoxsa bir yerdən extend edə bilər sizcə? Bir də nəyə görə? Bir dənə də misal. Bir yerdən ancaq istəyir. Bir səs olsun, əlavələri implement edir. Bu misal, real misal nə göstərmək olar? Obyektlərindən Nə ürək istəyir göstərirlər? Futbol, obyekt, maşın. bir obyekti bir extend vehicle olaraq car vehicle-dan extend edebilir. Okay. O vehicle dəyişməyəcək. Aha. Car biz vehicle olabilir. Ama car implement edebilir. Tutaq ki 4 qapılı car olabilir, 2 qapılı car olabilir, 3 təkərli car olabilir. O implementlər. Yəni sifətlərini implementi çıxardır. Runnable, nə bilim, jumpable və s. və s. Ona görə implementə baxan. Amma bu carın ancaq vehicle olduğunu göstərir, extend. Yes. Car extends vehicle. Vehicle-da implement edir həm mapdən, vergül, həm bundan, vergül, həm serializable-dan, vergül. Bunu bildik. Bir dənə də sual verim. Bax, fikir verin, clonable-ı birbaşa klass kimi yazıb. Serializable iminini başqa cür yazıb. Java.io.serializable yazıb. Konkret. Package. Yes. De burada. Gələk bura. External libraries var bura. Yox, iki çıxış. Input al. Bax, gəldim bura. Corretno açdım. Bax, Java.io-nun gəlin tapaq. Java. Hamısı Java düzdür. Java.io görürsünüz burada. Java.io. Əslində onu belə axtarmaq olar. Gəlməlidir səhv eləmirəmsə. Java.io. Və buradan import Java.io exception. io tapdım. Bax, Java base-in içində Java.io adı nə idi onun? Deyək baxdığımızın. Serializable. Və bu serializable. Ya onu tapaq. Əlifba sırasından klonunu opdi bu. Gördünüz? Bu. Yes. İndi mənim sualım odur ki, nəyə görə serializable-ı belə göstərir? Clonable birbaşa adını çağırıb göstərir. Sizcə nədir fərqi? Çox sadə cavab var. Onun kitabxanasının içində olan daha çox Necə? O adət yoxdur. Bir dənə misal göstərəcəm. Var, real kod üzərindən gedirəm. Onun içindəkiləri də götürür. Amma əsasın serializable götürsün deyə. Sən dediyin budur bazen. Yaram bura. Import. Java.io. Sən dediyin bu temadır bax. Yazaram bax, belə olmalıdır. Yəni, belə. O budur. Yəni, Java.io-nun içində nə varsa gətir. Amma bu o demək ki, bir dənə serializable gətir. Amma mən dediyim məntiq budur. Maps var düzdür burada. Bir dənə də yaradıram. Main. Bir dənə də başqa package açıram burada. Demo package. Onu da içində yaradıram nə? Main. Root class. Okay. Mən main içinə gəldim. Main içində bir dənə şey istifadə edək. Maps istifadə edək. Maps-i birbaşa çağırdım adından. Düzdür. Import görürsünüz yuxarıda. Nəyə görə import yoxdur? Çünki main ilə maps eyni yerdədir ikisi zaten. Eyni paketdir. Amma demo qıraqda da axı. Mən bu dəqiqə demo obyektini yaradım. Demo. Klonlamaq kimi də. Yes. Bu demo. Bu görmür hal-hazırda. Məcburi necə gördürək onu? Gələrəm bura. Import. Nə verək burada? Or. Example. Demo. Root. Ya biz demo yox, root çağırmalıyıq. Yes. Onu silirəm. Gördünüz, əslində fərqi oydu. Maps eyni package-in içindəkiləri birbaşa adından görür, statik kimi görür. Amma fərqli package-in içindəkiləri mütləq deyir ki, neyinə? Import edə. Ona görə burada da o məntiq idi. Deməli biz nəyi anladıq? Map ilə
Bu hal-hazırda eyni package-in altındadır. Serialize bu kənardan gəlir. Ona görə onu məcbur edib burada yaz. Başqa paketlərdə Yes. Yəni belə yaza bilərdik hətta. Bunun üçün də burada import eləməmişəm. Import yerinə bunu götürərəm. Bunu. Oxşa. Bunu silərəm. Belə yazmaq olar. Belə. Klası statik elədik, məsələ şey olur. Elə şey olur, klası özü statik eləyib. Elə olur. Elməsi verilmir. Bax, görsən belə də yaza bilərsən. yəni bunu almaq istəyirsə onu verməliyəm. 100%. Yes. İtak. Bu nə idi bizdə? Hashtag bu. İçindən girdikcə girirəm, daha çox elə alan böyüsün deyə anlayışlı. Yəni danışma tərzimiz genişlənsin, ona görə girirəm elə. Şo. Biz burada nəyi gördük? Insortda girməmişdən qabaq. Hashmap ilə hashtag-un əsas fərqi. Hashmap nə idi? Thread safe deyil idi. Hashtag thread safe idi. Thread safe olduğuna görə zəif işləyir. Olmadığına görə sürətli işləyir hashmap. Düzdür? Bu 50 1 2 not 50 bunlar var. Bunları mən yeni deyirəm, oturub əzbərləməyə ehtiyac yoxdur. Bu hələ ki bizə lazım deyil. Bunları oturub əzbərləməyə ehtiyac yoxdur. Bunu sadəcə götürürsüz. Bunlar sizə bir yerdə əzbər lazım var. Bir yerdə təəssüflər olsun ki, müsahibədə. Müsahibədə girsən sənə sual verir. Deyir hashtag bu thread safety yoxsa yox. Vallahi təəssüf olsun deyirəm, amma əslində məntiqlə anlamada çətin deyil. Yəni hashtag table. Yəni o sualı verir ona görə ki, sən onu bilirsən yəni. Yəni adam konkret. Bizə orada istifadə edəcəksən bilirsən yəni. Yes. Bax hashmap deyir də, hashmap koordinatdır. Koordinasiyalar. Da koordinasiya nə ola bilər? Amma hash table sən table var. Table-a verirsən, data verirsən. Verdiyin Bunu olar. niyə data nul olsun? Yəni sən orada match yaradırsan. Bundan match edə bilməzsən orada. Eləyənməz. Bizə 3 dənə variant verir, amma 4 dənə cavab var. Biz avtomatik fikirləşirik ki, A, B, C, Aha. 4-cüdə D var. Amma cavab onu fikirləşmişik deyil. Yes, deyir, əsan elə deyir. Hə, ki yoxdur, value ola bilməz axı. Ondan Yes. sonra value verir. Yəni qapının mənzili, qapı yoxdursa, içindən tər adam olsun. Okay. Gəldim bura. Sorted map interfeysi var. Deyir sorted map interface key value ensures the keys are sorted in sorted ascending order. Yəni bu deyir ki, sorted mapin içində verdiyin dəyərlər, düşürəm aşağı. Map. Bura verirəm nə? Sorted map. Sorted mapin obyektini çox güman ki, yarada bilməyəcək. Cannot be instated. Okay. Bura verək string. Bunu əslində yaxşı keçdim. Sorted map'i niyə biz obyektini dəqiq yaradamırıq? Bax. Gəlirəm bura. Java'da bir sadə klasslar var. Sadə klass, yəni klass. Bir də interfeyslər var. Klassın obyektini yaradırsan, interfeysin obyektini yaradamırsan. Interfeysin nəyini yaradırsan, anonim klassını yarada bilirsən. Görək bunu anonim klassını yarada bilirik mi? Bax. Hop, gördün. Bunlar hansı anonim klasslardır? Anonim nə deməkdir? Yəni obyekt olaraq yaratmaz. Sadəcə o sənə bütün içindəki dəyərləri override məntiqi verir. Override fürsəti verir. Buna nə deyirlər? Bax, biz bu gün obyektimizi yaradırdıq. Vergi mötərizə açıb bağlandı, bitdi burada. Düzdür? Bax belə. Amma burada fikri bağlamağa icazə vermir. Açır, çünki bu nə deməkdir? Anonim klassda hazırda. Yəni sən burada bütün anonim, yəni anonim nədir? Adı görünməyən. Bu dəqiqə biz bunu run edib ekrana çıxardığında, ekranda output-da necə çıxır? Dollar kimi çıxır. Klassın öz adı yoxdur. Yəni bizdə indiyə gəlincə hash kod alırdıq, bla bla bla. Amma burada hash kod deyil. Burada birbaşa dollar işarəsidir. Anonimi Java dollar olaraq kodlayıb dolların arxasında gəlir. Ona görə sorted map-i. Hamısında return null var deyə heç bir yerdə Hamısının return null var deyə, amma sən bu nullları dəyişə bilərsən. Məsələn, boolean null qaytarır, amma səndə burada nə var məsələn? Object var. Sən buraya qaytara bilərsən ki, return new runnable qaytara bilərsən. Okay, interface qaytara bilərsən və ya da return new root qaytara bilərsən. Root qaytara bilərsən. Bağladım. Okay, çünki root nəyə görə qaytarsan? Rootun özü nədir? Bir obyekt. Rootun özü bir obyekt. Okay. Bağlayıram. Artıq idi. İndi bir şey göstərim. Gəldim bura. Treemap, map stores keys in sorted order. Okay. Ardıcılıqlarla yığır treemap. Sizcə treemap interfeysi yoxsa yox? O koda baxıb istəyirəm. Yes. Treemap interfeysi yoxsa yox? Obyekti yaranmışdır. Yes. Obyekti yaranmışdır, mənim interfeys deyil. Yəni sadə klassdır. Bəs yaxşı abstrakt klassın obyektini yarada bilirik. Abstract
klasını, Obyektini olur. Abstrakt klasın. Kesin olur. Yo, sual verirəm da. Sual verdim. Yaratım oldu. olur deyirsə olur. Bəs niyə abstrakt klasın obyektini yaradır, deyir, interfeysin yox? Yəni, abstrakt klasının interfeysi fərqinədir. Interfeys просто bir bacarıq, bir sifət olaraq bir şey deyə bir Bu interfeys, Prosesuz bir şey İnterfeys amma oyunda bilmir. bir dənə sadə bir şey deyim. Bu flamasterdir. Düzdür. Məsələn, flamaster extends marker, bir markerlər sinifinə aid, yazanlar sinifinə aiddir. Bir də implements colorable, yəni rəng götürəndir, nə bilim, writable, yaza biləndir, bla bla bla. Sən götür bu colorable interfeys taxı. Onun özü sadəcə bir parçadır. Onun özünün obyektini yazıb onun üçün nə body verəcək? Sən colorable, yəni rəngdə bilən ki, rəngin özünün bir dənə bodysi olacaq. Yox. Rəngin nə bilim A adı var, rəngin B adı var, yoxdur. Rəngin tonu ola bilər. Artıq colorable-un altında müxtəlif interfeyslər yaradırsan. Məsələn, hard green, sadə green və s. hamısı ayrı interfeysdir. Amma interfeysin özünün ayrı bodysini yaratmağa mənası yox. Çünki özü zaten bodynin bir hissəsidir. Özü badinin Yes. interfeysi. Ona görə obyektini yaratmağa icazə vermir. Deyir cannot be instantiated. Amma indi yaradıram mən tree map-i. Tree map-in birinci funksiyalarına baxaq. Sorted. Sorted nədir? Yəni sənin datalarını, məsələn 30, 10, 20 verdinsə, çeşidləyir. Backed by read block tree. Bunu ehtiyac yox təbii ki, onu ignore edin. Operation O log n. Bu məntiqi nədir? Bu məntiq. Oyunda artıqca çoxalırsa, En bir şey olmaz. sabit deyil, yəni ki, Performans artırsa. sürəti artıq azalmaması. Yes. Və bu deyək ki, 10 yerinə qoyaq. 10 qoyaq da, 10 yazaq. Bu da n daxı. N bugün bir dənə daxan var. 10-dur. Sabah 2 olacaq. 3, 4, 5 vura artırır. Logaritmik artma da biliriz. O. Bir də does not allow null keys. Bu null key nədir burada? Nulllara icazə vermir. Bir də ki allows multiple null values. Multiple null dəyərlərin əlavə olmasına icazə verir. Yəni bir dənə də yox, bir dənədən artıq null dəyər verə bilərsən. İndi gələk bura. Tipi nədir? Integer string. New tree map. Əslində bunu vermək də var bir mənasız. Bu köhəndə qal, bu deprecated artıq. Default olaraq məsələn artıq elə işlədik. Yes. Əvvəllər bunu yazmağa məcbur idim. Java bir versiya artırandan sonra bunu istəmir. Bunu sizə gətirsəm nə deyir mənə? Deyir explicit type argument can be replaced with lambda. Bununla deyir əvəz oluna bilər. Replace edirəm, silir. Amma köhəndə deprecated variant artıq. Tree map-ə girirəm, təbii ki, tree map-də nə edir? Eyni məntiqlə hardan gedir? Implement edir. Abstract-dan yes, extend edir. Navigable map, bir də clonable Java IO serializable. Oradan gedir, implement edir. Düşdüm bura map. Okay, onu da kopyalamaq istəmirəm. Götürürəm. Və tree map. Okay. Tree map atdım bura. 1, 2, 3. Mən düşüm aşağıda sadə. Nə edəsəm? Tree map ekrana versəm. Run edəsəm. Yes. 3-ü də amma 10, 20, 30. 30, 10, 20 ilə yox. Sorted-la gəlir. Yes. Bayaq səhədiyim çeşidləyir. Okay. İndi bir dənə sual. Yəni Qarşılıq dataları çeşidləmək üçün. Qarşılıq dataları çeşidləmək üçün yes. Bax. Nəticələnsə sayını göstərmək. Yox, sayını yox. Tree map məntiqi odur ki, sən verdiyin dataları hal-hazırda bax. Sıfırdan artan sıraya, məsələn, atıranda sən desin ki, tələbələri boy sırasından düz. Düzdür, tələbənin burada da integer məsələn, nə tələbənin heytidir. Tələbənin double verirsən, tələbənin boyları da bu. 2.00, 1.55. Desin ki, boy sırasından düz. Sənin taskın var ki, məsələn, atıram boy sırasından tələbələrin sıralamasını ver. Sən onu götürüb nə işləyirsən? Tree map. Boy sırasından artırır. Okay. Necə? Biz qarşılığında necə olur? Qarşılığında. Sadə götür HMap istifadə elə. Simple. Bu əslində sən əlifba sırası kimi bir şeydir. Məsələn, bu tərəflərdə striklər olsaydı, ayla başlayan şeylər olsaydı, Yes. artan sıra kimi bir şeydir. sıradan yuxarı artan sırayla özü içəri bir hazırlayır. Aynen. Ya bir də bu da baxın. Haşmat karışık böyle. Tırnaktan da sıralama. Sıra. Bunu da yağışdım. Bu hamı beyni qarışdırdı. Başa düşmədim. Bu ASCII table-dur, bir dəfə izah eləyərəm onu. Ayrı bir Hansı elə vaxt o hərfin qarşılığı olur, rəqəmlər. Sonra onun şeydə ilk oldu. Yes. Bu səhv basmaq üçün orada danışa bilməsən.
Amma ben Van'da nəsə var idi, haberiniz. Nə? Və Van'da var idi. iPhone aldım mən. Əslində ASCII table gedir, amma iPad olaraq bilmirəm. Bax burada necə gedir? Ascending order artandır. Trimap ascending ilə gedir. Görsən artan sırayla verir. Trimap da bu ascending order-la gedir. Okay. İndi gəlirəm bura. Mən nəyi soruşacağam sizdən? İndi mən istəyirəm ki, bu trimapı götürürəm. Gəlirəm bura. Ekrana verdim, nə baş verdi? Run elədim, amma mötərizə daxilində gəldi də. Demək istəyirəm ki, bunu for each-lə run edək. Necə yazmalıyam? Amma mən yazmayacağam, çünki yazan kimi avtomatik özü göstərir. Siz deyin. Deyin orada yazam, amma sonra bura vuracam. Format.entry ortasında belə Sonra data tipi, datalar verildi. Aşağıda da entry. Bu bildiyin did kodu, çünki müsahibəyə girəndə qara ekran verirlər. Bir qara ekranda var başqa. Qara ekranda özün yaz. Məsələn, bizə nədir? Add da o yazmır, özünüz ekranda görürsünüz. Okay? For açdım. Entry açdım. Dəyər verdi. Yəni bura elan şey verirəm, dəyərlərdir, T'lərdir. Okay. Bunlar generiklərdir, keçən izlədim. kırk değerli olacaq. Hə? Key value verir. Sonra istədiyimiz output tapşırıq qoyuyoruz. Sonra gəldik bura. Random olarak bir ad koyuyoruz. Nöqtə entry olmalı. Randoma. Sonra çiftler. Sonra bu adı neydi? Saçı o şey yaptı. Belə yazın. Bunun adını vermişsiniz, ekran adını vermiş, yatırımda şeylər, values. Trilmap bir olsun var diyorsun. Sonra Entry, set. Belə bir şey olmalıdır. O da option bağlıyırsınız, bəzəyini açırsınız. Bir də bəzəyini mütərizə açdı. Bunun için yazırıq. Hesab. Map nöqtə. Map nə? Yox, get nöqtə. o değişebilir. Nasıl get var da İstədiyiniz şey Yox, bura nə üçün? esas tutsun. Get var da olabilir. Şey nokta mesela random round'da random nokta get var da olabilir. Random da olabilir. Get ya value Get value. ya da ki round nöqtə get key. Yəni hansını versə onu istəyirlər. Burada yazıram. Burada aradı. Ben yazıram, o yazdı. Bundan qorxurdum, onu gözlədim orada yazdım. Map entry, tree map entry set. Okay, ensure your system out. So, mənim adım nədir? Entry.get value və yaxud da entry.get key. Niyə get value, get key? Bax, belə olurası. Keyimiz dağıldı. Yes. Stringləri ayrı-ayrı. Yes. Bu double olan da hansı ki burada bax bu keydir, double. Key. Bir də nə var? Value. Bu da value, string. Burada yazıram. Necə yəni entry yazsaq? Düz onun mənası entry, gerçekten prosto entry yazar. Bax da. Get, nə var burada? Get key ya da get value var. Sən belə eləyə bilərsən. Sən bunu silə bilərsən. Birleştirme işte. Yes. Məsələn belə yazır burada. Yes. O birleştirmeden de entry yazarında değil. Ha, prosto entry. Okay, gəl yaxın. Simple entry. Okay. Gətirəcək full, sağa sol bir yerdə. 55 qafqa bu. 25-i silmədik deyək birinci qalıqda. Bir dəqiqə, necə? 25-i silsək birinci o bəzənin, outputda bəzənin ödələr alınır. Bunu silsək bu olmayacaq artıq. Okay. Java, Kafka, Spring. 1, 2, 3. Bu hissədə belə. Amma mənim bir sualım var, yaxşı. Run edirəm. 55 hardan gəldi? 88 hardan gəldi? 0 niyə gəldi? Sizcə niyə? Çünki resetdə trimap ilə onun özü. Arcıl. Arcıl belə 1.88-dən başlayır. Amma o bizi 1.55 apardı. Set sorted verdi də. Software'də trimap software. Okay. Amma Çözərə görə, stringə görə verdi də. Buna görə ən sola baxır həmişə. Ən sol. Birinci sətrə baxır. Java kodu belə oxuyur bax yəni. Belə, sonra belə,
sonra belə, sonra belə sırayla oxuyuruq ki, soldan sağa, bildiyim bizim kimi oxuyur. Ona görə soldan sağa ilk nəyi görür rəqəmi? Aha. Ərəblər sətini seçir. Hə, ərəblər belə deyir. Ərəblər sağdan sağa. Geçen maaş alırlar. Ha? Geçen maaş alırlar Arabistan'da. Sağlıkla. Okey, bir dənə bizə nə qaldı? İndi hashmapla trimapın fərqini göstərir burada. Hashmap nədir? No orderdır. Sıra yoxdur. Trimapda sıra var. Sürəti hashmapın daha sürətlidir, amma bu artdıqca artır. Çünki log n-dir. Bunu hal-hazırda deməyəcəm. Null key ola bilərmi? Hashmapda olar. Trimapda icazə yoxdur. Fast lookup, sorted data. Yəni use case-də də hashmapı məsələn siz search edirsə, for-a gətirirsiniz, məsələn bir dənə data verib alırsınız. Key verib alıram. O daha sürətlidir. Amma burada isə daha sorted data verir sizə. Bir dənə üstünlüyü odur. Okay. Hə, bu müsahibə üçün vacibdir. Real life use cases very important for interviews. Hashmap use case, caching. Hashmap arasında cacheləmə keçməmişik, keçərik Redis dərsində. Redis-i biz 4-cü ayda keçəcəyik təxminən. Databazı dərsindən bir yerdə. Cacheləmədir, storing user sessiyalarda, hamısını bunları izah edəcəm. Sessiya nədir? Yəni məsələn mən girdim bura, atıram. Gəldim bura deyək ki, translate yazdım. Girdim düzdür. Mən burada arxada inspect eləyirəm. Network-ə gəlirəm. Düzdür. Inspect. Bax, gəlirəm bura. Sağ inspect elədim. Network-ə girdim. İndi bir dənə refresh verəcəm səhifəyə. Bura nə qədər adi knopkanı bastım, bura bir şey düşdü. Bir dənə enter basacağam. Gördünüz? Bunlar hamısı sessiyalarım. Sessiyanın içində getdi. Yəni mənim bir dənə requestimin arxasında bu qədər əməliyyatlar getdi. Status 200 nədir? Yəni success, uğurlu getdi 200-lər. Okay. Bir dənəsinin məsələn içinə girsək, görürsünüz məsələn burada request URL-i var. 200-dür, yəni uğurludur, yaşıldır görürsünüz. Və s. və s. Bu dediyi sessiya həmin sessiyadır. Burada vurguladıq sessiya. Sessiya bizə nəyə lazımdır? Məsələn, sən YouTube-a girdin bu gün. YouTube enter-i bastın. Kompüteri ilk dəfə sıfırdan yandırın, YouTube-a basın. Fikirləşin, bir saniyə fikirləşir, girdi YouTube-a. Amma sonra kompüteri söndürmür. Təzədən YouTube basın burada, təzədən enter basın, tap girir fikirləşmədən. Çünki sessiyasında nə elədi? Keşlədi. Yadına saldı. Daha ikinci səfər eyni şey 100 dəfə request göndərib, açıq, məntiqsiz axı. Okay. Amma sessiyada silinir. Məsələn, sessiya mən saxlamışam açıq. Bəzən fikir verin, atıram, ya Facebook olsun, ya bir dənə sayt olsun, girmişsiniz. 20 dəqiqədən sonra bir dənə enter basıb refresh vermək istəsəniz, sizi təzədən login atır bəzi saytlar. Sensitive saytlar, təhlükəsiz saytlar, həmişə sizi atır, login atır təzədən 15 dəqiqədən sonra. CC expired verir. Amma yox, limitsiz saytda, məsələn, Turbas siz niyə təzədən logout atsın? Yəni orada maksimum eləyə bilərsiniz. Var? Yox, var, hər yerdə var. Google'da Google'un ağzına girilmiş. Safari'de. Ha, Safari falan da yapıyorlar. Bunu açtık. Inspect, şeyde de var. Opsiyonda da bu. Okay. Bir dənə də bizdə mən nəyi göstərdim? Practical full case. Okay. Bir də bu hissəsi var ən son. Hashmap, trimap, hashtable run olanda fərqi. Bunu da deyib 3 dəqiqədən sonra çıxaq fasilə. Hashmap, trimap, bir də hashtable'ın fərqi oldu ki, yəni buradan götürüb eyni şeyləri yazdım, ona görə buradan götürürəm. Təkrar yazmaq vaxtımız alacaq. Şuna. Bu nə edir? Hashmap unordered'dır, yəni bu belə olduğu kimi də verir. Sorted bu götürüb 1-2-3 verəcək. Legacy yəni sadəcə bunun köhnə olduğunu bildirir. Yəni burada hashtable'da nə edir bizdə? Thread safety və null ola bilməz. Okay. Null olarsa əgər null pointer exception alarsınız. Trimap sorted'ı verir. Hashmap-dakı non-thread safety, yəni çox sürətlidir. Yəni istənilən datanız orada itə bilər. Run edirəm. Və nəticəyə baxıram. Hashmap A1, 2, 3 verdi. Bunu 1, 2, 3 verdi. Bunu da 2, 1, 3 verdi. Aha. İndi bir dənə sual verim sizə. Sizcə burada 1, 2, 3 verdi hashmap. Bunu sort elədi, yoxsa random olaraq gəldi elə düşdü? Random gəldi elə düşdü. Dəyişsə indi... Gəl dəyişək də. A bərabərdir, 2 bərabərdir, 1 bərabərdir. Biraz oynayaq da bunun üstündə.
5-ni eləyək, nə bilim, 8. 5 eləyək, nə bilim. Mesela basan şans Minde bir şans gibi. Yox, cidden. Əgər sən ya 10 dənə 20 dənə, bir sənə deməkdir, Ryan avtomatik skopdan keçdi. Yəni sənin 30-40 dənə datan o testi 100% işləməyəcək. Nəyə görə? Çünki 30-40 dənə data heç nədir yəni bunun əlində. 1 saniyə fikirləşir o zaten. 199, 200. Belə dayan ki. Böyle qəbul edildiği şeyler var şimdi. Şeyler var. Yox, dəyişəcəm onları. 78. Bunları dəyişəcəm. Seslen atlayı var. Bunu eləyək ki. Şey. Yəni yoxlayaq. Buradan. 1, 4, 8. Bax, məsələn, qarışdırdı. 1 buradadır. 4 gətirdi sonra. Sonra 8, təzədən 3 gətirdi. 3-ü getdi təzədən. Yes. Neyse de datan verir. Bu neysə datan ver. Bu unorder sıradır. Bu sorteddir bu da. Amma bu fikir verin. İndi bunu götürürəm eyni şeyi. Eyni şeyi atacağam bura. Eyni şeyi götürürəm. Bunları silirəm də. O bizə lazım deyil. Eyni şeyi götürəcəm, bunu atacağam. Görün indi bunu sıralayacaq yoxsa yox. Bir dənə həşmət verirəm bunun burasına. Bunu da götürürəm, buradan silirəm. Bunları da buradan. Bize başlayalım. Adam. Bizə bir dənə lazımdır trimə. Bizə bir dənə lazımdır. Bu mənə avtomatik hər şey verməlidir. Sırayla verməlidir daha doğrusu. 1, 8, 3. Bu sizə nəyə görə başqa sırayla verdi? Bu nəyə əsasən yığdı belə? Şiir əsasında. Hə. Yes. Amma hərflər yes. Hərflər bu A, B, C, D, E, F, G. Əlifba sırasından ən axıra Q atdı. Məsələn, əmin olar ki, bura Z atsam Z axıra atırmı? Z ən axırıncıdır. Z axıra atdı. Buna Elif kanı tanır. Tanıyıram. Okay. Bu da final summary-dir. Bu hansı ki, bu yaxın danışıqlarımızın totalıdır. Bir dənə əlavə müsahibə sualları nədir? Və sual verə bilərlər ki, bu ümumiyyətlə HashMap-dir də. HashMap-in ən çox verilən suallardan biridir. HashMap-in ölçüsü necə artır? Və HashMap-dir, HashMap-in limiti var da. Budur. Bu yaddaşıdır. 75-ə qədər çatır. 75-ə çatdığı anda artıq qalan yaddaşı 2-yə vurur, 2 dənə də boş yer yaradır. Gözləmir ki, sən 100 doldurasan. Təzən option 75-ə çatdın, bu qalan böyük təzən 2-yə vurur. Böyük artır gedir. Yes, böyle 2-yə vurur, artır. Yox, özünü 2-yə vurmur. Yerdə qalanı 2-yə vurur, artır. Yaddaş 4-dürsə, 3-ə çatanda yer avtomatik 5 olur. Yaddaş 4-dürsə, 3-ə çatır, 1 qalır yerdə. 2 artırır. 2 olur. Nə qədər qalırsa, onu olur. Yes, 75%-də qalanı 2-yə vurur, o qədər artır. Qalanı 2-yə vurur, o olur 5. Yes, çünki özü qədər artırsa, 5-in 75%-nə nə edir? yəni 3 nöqtə neçədə 3 nöqtə neçədə təzədən 1 nöqtə neçəyə vurur. Yes. Çünki özün 2-yə vursa, 3-4 dəfədən sonra gəlir nə qədər lazımsız yer ayırsın. Ona görə. Belə. Bir dənə qaldı tasklar. İstəyir fasilə verək. Bir dənə fasilə verək. Sonra da tasklara baxarıq. Şə. Amma sual vermək istəyirsə verin, mən buradayım. Burada. Məndə qəşəng siqaret var, amma verməyəcəm. Hadi ben şuradan değil. Sizin. Pantolon seçeceğiz.